Hazırda Bakıda davam edən Ümumdünya Şəhərsalma Forumunun sonuncu günündəyik. Həm xarici qonaqlar, həm də yerli iştirakçılar burada yüksək səviyyədə iştirak edirlər. Xarici beynəlxalq şirkətinin təmsilçiləri əsasən də bizimlə öz fikirlərini bölüşdülər. Gəlin onların fikrini birlikdə dinləyək. Yəni Azərbaycanda keçirilir. Bu bizim üçün böyük qürurdur, fəxrdir. Yəni ki, Şəhərsalmanın 13-cü sessiyası məhz bizim şəhərdə keçirilir. Çünki bizim göstərəcək çox şeylərimiz var. Şəhərimizin gözəlliyi, yəni arxitekturası, binalarımız, yəni çox gözəldir. Yəni düşünürəm ki, düzgün seçimdir ki, bu forum 13-cü sessiya məhz Azərbaycanda keçirilir. Mən Hindistandan Delhi şəhərindən gəlmişəm. Biz hazırda forum üçün Bakıdayıq və çox həyecanlıyam. Çünki Bakı çox qonaqpərvər şəhərdir. Çox gözəl şəhərdir. Forumda olmaqdan çox zövq aldıq. Hər şey çox yaxşı təşkil olunub. Əsasən də ictimai nəqliyyat əladır və şəhərdə rahat gəzmək olur. Şəhəri gəzmək, şəhəri görmək bizim üçün çox maraqlı oldu. Hər yer çox gözəldir. İnsanlar çox qonaqpərvərdir. Yeməklər də xüsusən çox dadlıdır. Təşəkkürlər Bakı. Qeyd edeyim ki, forum çox maraqlıdır və təşkilatçılığı da həddindən ziyadə çox gözəl təşkil olunub. Çox xoşumuza gəldi və bugün doğrudan da çox sevindiricidir. Bir Azərbaycan vətəndaşı kimi mən çox qürur duyuram ki, bizim ölkəmizdə belə bir gözəl təmtəraqlı tədbir keçirilir. Bir gənc olaraq mən sevinirəm ki, həm Azərbaycanda könüllü imkanları genişlənir. Yəni gənclər bura könüllü fəaliyyəti üzrə qatılırlar və geniş miqyaslı forumlarda iştirak edirlər, öz vaxtlarını səmərəli formada keçirirlər. Həmçinin yerli əhali üçün bu kimi beynəlxalq tədbirlərin keçirilməsi çox önəmlidir. Çox super, çox gözəl. Mən belə fikirləşirəm ki, dünyada belə bir şərait yaradan belə bir ölkə yoxdur yəni. Çox xoşuma gəlir. Hər cür şərait var, hər cür diqqət və qayğı var. Bizim kimi həssas insanlara aid. Azərbaycan gənci olaraq belə düşünürəm ki, Azərbaycan bu cür böyük tədbirə ev sahibliyi etməsi məni çox qürurlandırır. Demək olar ki, tədbirin ilk günündən burada iştirak edirəm və hər gün yeni şeylərlə tanış oluram. Eyni zamanda xarici və yerli iştirakçıların saylarının çoxluğu onu da göstərir ki, bu tədbirə maraq həqiqətən böyükdür. Və dünyanın bu cür mötəbər tədbirinin Bakıda keçirilməsi, Azərbaycanda keçirilməsi çox ümidvericidir. Çünki dünyanın şəhər salma mədəniyyəti, yaşıl ekoloji tarazlığın qorunması məsələləri, bütövlükdə urbanizasiya məsələsi dünyanı məşğul edən ən ciddi problemlərdən biri olduğu üçün və bunun da böyük bir tədbir olaraq Bakıda keçirilməsi yəqin ki, Bakı üçün də, Azərbaycan üçün bütövlükdə gözəl bir gələcəyə ümidləndirir hamımızı. Xaricilər elə bir ki, ilmə vurmağı sevinirlər, bir dənə ilmə vururlar. Yerlilərimizdən də var ha, yerlilərimizdən də bu cürlə oturub ilmə vurmaq, öyrənmək istəyirlər. Amma xaricilərə maraqlı gəlir. Bizimkilər bilirlər, elə ilmə vurmaq öyrənirlər. Amma onlara maraqlı gəlir bu sənət. Elə bir ki, görünüşü, toxunuşu maraqlı gəlir. Hal-hazırda ən çox mənim diqqətimi çəkən sadəcə Kanada stendi oldu ki, mən onlarda hətta yarım saat dinləmədə oldum. Çox maraqlı idi, çox fərqli bir şəhər qurma var onlarda və bu mənim çox diqqətimi çəkdi. Məncə biz bu işdə çox uğurluyuq ümumiyyətlə. Təşkilati işlərimiz hər zaman çox yüksək səviyyədə olur və bunu çox bəyənirəm. Və çox istərdim ki, biz də bu sahədə, təşkilatçılıq sahəsində deyil də, şəhər salmada daha da inkişaf eləyək və həssas təbəqə üçün, həssas əhali təbəqəsi üçün daha uğurlu bir şəhər salma yaradaq. Bunu çox istərdim. Bu qədər.